Salam, hər vaxtınız xeyir. Bu video dərsimizdə test toplusundakı silindr mövzusuna aid sualları izah edəcəyik. İzahdan əvvəl silindr haqqında ümumi məlumat verək, sonra testləri izah edərik. Baxın, bu şəkildə gördüyünüz fiqur silindrdir. Silindrin açılışını buradan qeyd etmişəm. Silindrin açılışı iki dənə dairədən, yəni üst-alt oturacaq dairədir, bir dənə də yan üzdür. Bu yan üzdə düzbucaqlıdır. Buradan silindrin doğranı AB və CD. Bunlar doğran sayılır. Oturacaqlar arasında məsafəyə də hündürlük deyirlər. Doğran elə hündürlüyə bərabərdir. Buradan qeyd etmişəm. Oturacaqların mərkəzindən keçən oxa da silindrik ox deyilir. Başda buradan düsturları qeyd eləməyə. Birinci düstur. Silindrin oturacağının sahə düsturu. Fərqi yoxdur, üst oturacaq, alt oturacaq. İkisi də kongruent sahələrdir. Yəni ikisi də dairədir, bərabər sahəlidir. S oturacaq bərabərdir dairənin sahəsi pi r kvadrat. Bu birinci düstur. İkinci düstur yan üst. Silindrin açılışı zamanı, baxın, bu yan üst düzbucaqlı olur. Həmin o silindrin hündürlüyü, yəni doğranı, bu düzbucaqlının eni olur. Buradan da oturacağın çevrəsinin uzunluğu 2 pi r olduğu üçün açılış zamanı bu düzbucağın uzunluğu 2 pi r olur. Deməli, bu düzbucağın sahəsini tapanda eni uzuna vurmalıyıq. Yəni fərqi yoxdur. H-ı vurdum 2 pi r-ə ya 2 pi r-i vurdum H-a. Olur yan səthi 2 pi r H. Sonra tam səthi. Tam səthidəki 2 dənə oturacağın sahəsi plus yan üzün sahəsi. Yəni burada oturacaqların sahələri cəmi plus yan üzün sahəsi. Buradan da qeyd etmişəm düsturu. Bu şəkildə göstərilir tam səthin düsturu. Dördüncü düstur həcmin düsturu. Həcmin düsturu da S oturacaq vurulsun H-dır. Bu şəkildə göstərilir. Sonra 5-ci düstur ox kəsiyin sahəsi. Silindrin ox kəsiyi A, B, C, D düzbucaqlısıdır. Nəyə görə ox kəsiyi deyirlər? Baxın, bu silindrin oturacaqlarından keçən ox silindrik ox sayılır. Bu A, B, C, D düzbucaqlısını yarıya böldüyü üçün buna deyirlər silindrin ox kəsiyi. Deməli, silindrin ox kəsiyi A, B, C, D düzbucaqlısıdır. Bu düzbucağın sahəsini tapmaq üçün, baxın, bu L silindrin doğranıdır, elə hündürlüyə bərabərdir. Burada 2R-dir. Bunda 2R-i H-a vuranda, yəni L-in yerinə H yazırsan, olur 2RH. Bu silindrin ox kəsiyinin saha düsturudur. Silindrin də ox kəsiyi dediyim kimi A, B, C, D düzbucaqlısıdır. Bəzən bu yan səthin belə də yazırlar. S yan bərabərdir. Burada 2RH-ın yerinə, baxın, 2RH-ın yerinə S ox kəsiyi yazırlar. Burada da pi qaldı da. Yəni pi vurulsun S ox kəsiyi. Yəni yan səthinin düsturunu bəzən belə də yazırlar. Hazır düsturdur. Deyək ki, bu da 6-cı düstur. Bu düsturları mütləq bilməlisiniz. Sonra silindrin oturacaqlarına paralel keçən müstəvi elə dairədir. Həmin dairənin sahəsi, yəni burada göstərmişəm, kəsik deyirlər buna. S kəsiyin sahəsi, yəni pi r kvadratdır, yəni buranın sahəsi. Burada bəzən oxşarlıqdan istifadə olunur. Tutaq ki, baxın, bunu buradan çəkək, burada R olsun, bunu da buradan çəkək, R olsun, bunu da çəkək, buradan R olsun. A, B, C, D. Bu bir silindirdir, böyük silindir sayılır. A, B, C, D. Tutaq ki, kiçiyi də buradan qoyaq. Məsəl üçün M, N. Bu da hündürlüydür. Bax, buradan hündürlüyü çəkək. Bax, bu M, B, C, N. Bu kiçik silindirdir. Bunun hündürlüyünü H qoyuram, kiçik H. A, B, C, D böyük silindirdir. Bunun hündürlüyü də ümumi H sayılır. Oxşarlıq olur burada. Oxşarlıq da belədir. Kiçik silindrin həcminin V kiçik yazıram, bölünsün böyük silindrin həcminə, yəni böyük silindir deyəndə A, B, C, D. V böyük yazıram, V böyük. Bərabərdir. Kiçik silindrin hündürlüyünü H yazmışdım, yəni H qeyd etmişdim. Böyük silindrin hündürlüyündə, baxın, tutaq ki, bunu da H qəbul edə, bax, burada elə H idi. Burada H kubu olur. Deməli, həcmlərin nisbəti bərabərdir hündürlüklərin nisbətinin kubu. Oxşarlıqdan burada istifadə olunur. Sonra bu silindrin ox kəsiyi dedik ki A, B, C, D düzbucaqlıdır.
Buradan yazmışam. Bayaq da burada qeyd elədim. Silindrin ox kəsi 2RH. Bu düzbucaqlının diaqonalı da burada çəkim sizə göstərim. Bura 90 dərəcədir. Bura bir alfa qoyaq, burada bir beta qoyaq. Baxın, bu alfa doğranla oturacaq müstəvisi arasındakı bucaqdır. Bu beta isə doğranla yox, üzr istəyirəm. Bu alfa diaqonalla oturacaq arasındakı bucaqdır. Bu beta isə diaqonalla doğran arasındakı bucaqdır. Məlumdur ki, bu 90 dərəcədir. Alfa ilə betanın cəmi 90 dərəcə olur. Burada da düz bucaqlı üç bucaqdır. Bura R-dir, burada R-dir, burada diaqonal qoyaq. Bu da H-dır. Burada Pifagordan istifadə olunur. Yəni katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Buradan yazaq. Bu katet 2R-dir, kvadratı 4R kvadrat plus bu katet də H-dır. Bərabərdir. Bu da diaqonal. Bu da oldu diaqonalın kvadratı. Burada Pifagordan istifadə olunur. Sonra bu müstəvi kəsiyidir. Burada ikiyüzlü bucaq yaranır. Baxın, buradan bu oturacaqdır da. Bu oturacağı əvəz eləyən bu xətti paralel bura köçürdürəm. Bax, bura. Bu 90-dır onsuz, burada 90-dır. Bunu da buradan, bu müstəvini əvəz eləyən bu xətti buradan çəkirəm. Bu da oldu düz bucaqlı üç bucaq. Burada alfa. Burada ikiyüzlü bucaqdır da, yəni bu müstəvinin oturacağa proyeksiyasıdır. Yəni bu müstəvinin proyeksiyası oturacaq eləyir. Belə bir düstur var. Kosinüs alfa bərabərdir. Buradan istəsən qeyd edim. Kosinüs alfa bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. İndi bu müstəvi fiqurlarda bura katet sayılır. Bura hipotenuz. Amma fərzi fiqurlarda bu kateti əvəz eləyən oturacaq müstəvisi sayılır. Onda yazırlar S oturacaq. Bu hipotenuzda əvəz eləyən bu kəsiyi olur. Bunu da yazırlar S kəsik. Deməli, burada ikiyüzlü bucaq yaranır. Bu ikiyüzlü bucağı tapmaq üçün oturacağın sahəsini bu kəsiyin sahəsinə bölürlər. Buradan da bunu çarpaz vuranda S oturacaq bərabərdir. Qeyd eləmişəm burada S kəsik. Buradan qeyd eləmişəm də S oturacaq bərabərdir. S kəsik vurulsun kosinüs alfa. Bəzən bu tip məsələlər də olur. Sonra bu silindrin oxudur. Silindrin oxuna paralel keçirilən müstəvi yadda saxlayın. Bu müstəvi kəsik düzbucaqlı olur. Bu düzbucaqlının baxın dikinə durmuş düzbucaqlıdır. Bunun baxın hündürlüyü, yəni düzbucaqlının bir tərəfi elə silindrin hündürlüyü olur. Yəni doğranı. Burada x-dir. Onda bu müstəvi kəsiyin sahəsi tapanda, yəni düzbucağın sahəsi eləyir də. H-ı x-ə vururuq. Burada qeyd eləmişəm. Bu da silindrin oxundan məsafədir. Məsələn, məsələdə deyəcək ki, silindrin oxundan 3 cm məsafədə paralel müstəvi keçirilmişdir. Onda bura 3 cm məsafə olacaq. Bura radiusdur, silindrin radiusudur. Buradan da bura radius olacaq. Bax, buradan bura. Burada bərabər yanlı üç bucaq yaranır. Yəni R, burada R, burada oturacaq. Bu silindrin oxundan həmin müstəviyə qədər məsafə həm mediandır, həm tənböləndə, həm hündürlük. Yəni bərabər yanlı üç bucaqdır da. Buradan bura bir R çəkilir. Buradan da bura baxın, bu R-dir. Burada oturacaqdır. Bu dediyim silindrin oxundan həmin o paralel keçən müstəviyə qədər məsafədir. Həm hündürlükdür, həm tənböləndə, həm median. Bu da bərabər yanlı üç bucaqdır. Bu da R-dir, bu da R-dir. İndi burada məsələnin şərtinə uyğun istifadə edəcəyik. Deməli, bu kəsik düzbucaqlıdır. Bunda sahəsi dedim. H vurulsun X. Silindr haqqında olan bütün düsturları qeyd elədim. Yəni, lazım olan düsturlar hamısını dedim. Keçək indi buradan biz topluya aid suallar izah edək. Birinci sual. Bir silindrin yan səthinin sahəsi S yan bərabərdir 30 pi
olarsa onun ox kəsiyinin sahəsini tapın. S ox kəsiyi sual işarəsi. Bayaq düsturu qeyd elədim. S yan bərabərdir. Pi vurulsun S ox kəsiyi. Baxın, burada qeyd eləmişdim. S yan bərabərdir. Pi vurulsun S ox kəsiyi. Hazır düsturdur. Yan səthi 30 pidir. Bərabərdir. Pi vurulsun S ox kəsiyi. Pilər ixtisar gedəndən sonra S ox kəsiyi nəyə bərabərdir? 30-a. Deməli, cavab oldu Y bəndi, birinci sualda. İkinci sual. Silindrin oturacağının diametri 16'dır. Belə bir silindir çəkək. Oturacağının diametri 16 ise deməli radiusu neçədir? 8-dir də. Bu radius 8. Fərqi nədir? Burada 8-dir, burada 8. Deməli radius 8 oldu. Hündürlüyü də 8-dir. Hündürlük oturacaqlar arasında məsafədir, h-dır da. Bu da 8-dir. Nəyi soruşur? Silindrin həcmi. Silindrin həcmi V bərabərdir. S oturacaq vurulsun h idi. S oturacaq da dairə idi. Pi r kvadrat idi. Vur h. Pini axırda yazarıq. Radius 8-dir. Deməli 8-in kvadratı neçə olacaq? 64. Vur h da 8-dir. Vurulsun pi. 8'i 6'ya 48, 8 4'ünde 32, 512, 512 pi. Deməli cavab oldu Y bəndi, ikinci sualda. Üçüncü sual. Silindri nə yazılıb? Ox kəsiyinin diagonalı 13'dür. Bu silindir olsun. Belə bir silindir çəkək. Ox kəsiyinin diagonalı. Buradan diagonal çəkək. Bu 13'dür. Bu düz bucaqlı, üç bucaqlı demişdik. Hündürlüyü də 5'dir. Hündürlük oturacaqlar arasında məsafədir də. Bu 5'i buradan yazıram. Onsuz da doğrudan da elə hündürlüyə bərabərdir. 5 Pifagor teoremidir. Katet 5-dirsə, hipotenuz 13-dirsə, onda digər katet neçə olacaq? 12 olacaq. Bu da yarıya bölündüyü üçün deməli radius oldu 6. Radius 6'dır. Elə bizdən də radiusu soruşurdu. C bəndi. Sonra silindrin oturacağının radiusu 3, hündürlüyü 5 olarsa yan səthin sahəsini tapın. Elə buradan istifadə edək. Silindrin oturacağının radiusu 3'dür. Bunlar 3 olsun. Radius 3'dür də. Yəni bura 3 yazıram. Hündürlüyü də 5'dir. Onsuz da bu 3'dür də, radiusdur. Burada 3'dür, burada. Hündürlüyü də 5'dir. Yan səthin soruşur. S yan bərabərdir. 2 pi RH idi düsturumuz. 2 pi RH. 2 vur. Radius 3'dür. H da 5'dir. Pini də arxaya yazıram. 6 vur 5, 30 pi. Cavab oldu 4-cü sualda D bəndi. Silindrin oturacağı radiusu 2'dir. Radius 2'dir. Hündürlüyü 6'dır. Yenə yan səthi. S yan bərabərdir. 2 pi r 2'dir. H da 6'dır. Bu da olacaq 24 pi. Cavab oldu B bəndi. Silindrin oturacağının sahəsinin ox kəsiyinin sahəsinə nisbəti. Oturacağının sahəsi S oturacaqdır. Ox kəsiyinin sahəsində belə yazaq. S ox kəsiyi. Bərabər çalışın belə nisbətlərdə bölmə kəsr şəklində, yəni istifadə edin bölməni. Kökdə 3 pi bölünsün 4. Kəsr şəklində yazanda rahat olur. Oturacaq pi r kvadrat idi. Yazırıq pi r kvadrat. Ox kəsiyi də dedim bayaqları qeyd elədim. 2 RH idi. 2 RH bərabərdir kökdə 3 pi, bu da 4. Sağ soldan piləri ixtisar apardım. R-in birini ixtisar apardım. Nə qaldı? Sürətdə R qaldı. Məxrəcdə 2H qaldı. Bərabərdir kök 3, bu da 4. Çarpaz vuraq buradan. 4 R bərabərdir 2 kökdə 3 H-a. Görək nə soruşur? Deyir, bu silindrin ox kəsiyinin diagonalı ilə, baxın bu silindirdir. Ox kəsiyinin diagonalı buradan çəkilir. Ox kəsiyinin diagonalı ilə oturacaq müstəvisi arasındakı bucaq. Bu alfanı soruşur bizdən. Deyək ki, bu alfadır. Diagonalla oturacaq müstəvisi arasındakı bucaq. Burada 90'dır. Buradan ya H-ı əvəz eləməliyim, ya R-i.
R bərabərdir 2 kökdə 3 H. Bu 2 ilə də 4-ü ixtisar aparaq. Olsun 2R bərabərdir kökdə 3 H. Buradan da R bərabərdir kökdə 3 H böl 2. Deməli bu radiusdur. Bura R qoyanda burada R olur. Burada hündürlüydür H. Tangis alfadan istifadə edək. Tangis alfa bərabərdir qarşı katetin bitişik katetə nisbəti 2R-ə nisbəti. Buradan da tangis alfa bərabərdir. Hündürlük olduğu kimi qalsın. Radiusun yerinə yazıram. Kökdə 3 H bölünsün 2. Buradan da tangins alfa bərabərdir. Bu H-lar ixtisar gedəcək. Kökdə 3 bölünsün 2 niyə? Bir dəqiqə burada. Burada tangis alfa bərabərdir H bölü 2R'dir. H-ın yerinə elə olduğu kimi H qalır. R-in yerinə buradan 2'ye vurmamışam. Burada 2 vur R-dir. R-in qiyməti də kökdə 3 H bölü 2 idi. Bu ikilər ixtisar gedir. H-lar da ixtisar gedir. Qalır 1 böl kökdə 3. 1 böl kökdə 3 ilə kökdə 3 böl 3 deməkdir. Bu da tangis 30 dərəcədə alır kökdə 3 böl 3'ü. Deməli, bu bucağı soruşurdu bizdən. Cavab oldu 30 dərəcə. 6-cı sualda cavab D bəndi. 7-ci sualda ondandır. Ox kəsin sahəsi. S ox kəsin sahəsi bölünsün. Silindrin oturacağının sahəsi bölünsün ox kəsin sahəsi. Birbaşa yazıram. Oturacağın sahəsi pi r kvadrat idi. Ox kəsi də 2RH idi. Bərabərdir. Kökdə 3 pi oxşar sualdır da. Bölünsün 4. R-lər ixtisar getdi. Pilər ixtisar getdi. İkiləri də buradan ixtisar edə bilərəm. Ya da belə yazaq da. Yuxarıda R qaldı. Aşağıda 2H qaldı. Bərabərdir. Kökdə 3 böl 4. Bunu da çarpaz vuraq. 4R bərabərdir. 2H kök 3. 2 kökdə 3H. 2 kökdə 3H. 2'ye də bölsəm, deməli 2R bərabərdir kökdə 3H. Buradan da R bərabərdir kökdə 3H böl 2. Bu radius. İndi bu silindrin şəklini çəkək. Bu diagonal idi. Bizdən bu bucağı soruşur. Diagonalın oturacaq müstəvisi arasında bu. Burada 90'dır. Tangis alfa bərabərdir. Bu H idi. Burada R, bu da R. Yəni H bölünsün. Tangis alfa nədir? Qarşı katetin bitişik katetə nisbəti. Yəni H bölü 2R. Bunu da buradan yazaq. H olduğu kimi qalır 2R. R'in qiyməti kök 3H bölünsün 2'dir. Bu ikilər ixtisar gedir. H'lar da ixtisar gedir. Qaldı 1 böl kök 3. Deməli tangis alfa 1 böl kök 3 elə kök 3 böl 3 deməkdir. Bu da olur 30 dərəcə. 7-ci sualda cavab oldu B bəndi. Yox. Ox kəsiyinin diagonalları arasındakı iti bucağı tapın. Bu başqa şey soruşur buradan. Ox kəsiyinin diagonalları, 2 dənə diagonalı çəkirəm buradan. Belə çəkək. Bu diagonallardır, bax bura. Buranı 30 dərəcə tapdım. Biz dedik ki, silindrin şəkli buradan yaxşı çəkək. Bu silindrin diagonallarıdır. Biri buradan çəkilir, biri buradan çəkilir. Ox kəsiyinin diagonallarıdır. Burada yarıya bölürdü. Dedi düzbucaqlıdır da bu. Düzbucaqlı diagonalları bərabərdir. Bura bərabər. Bura 30 dərəcədirsə, burada 30 dərəcədir. Bunda bu bərabər yanlı üç bucaqdır. Təpə bucağı nə qədər olacaq? 30, 30, 60. 180'dan 60 çıxan neçə olur? 120. Bunda bunun qarşı bucağı da 120'dir. Burada 60'dır, burada 60'dır. Diagonalların ox kəsiyinin diagonal arasındakı iti bucaq. İti bucaq yəni 60 dərəcəni soruşur. Bəzən kiçik bucaqdır, bəzən iti bucaq.
Kör bucaqda soruşsa, yəni böyük bucaq 120 olardı. Deməli cavab oldu 60 dərəcə. 8-ci sual. Silindrin hündürlüyü və oturacağının diametrini 3 dəfə artırılarsa həcm necə dəyişər? Belə məsələlərdə seçmədən də istifadə edə bilərsiniz. Məsələn, H1 seçirəm. Hündürlüyü və oturacağının diametri. Diametri də 2 seçirəm. Onda diametri 2 seçəndə radius neçə olur? 1 olur. Bunun həcmin üstünü yazaq. V bərabərdir. S oturacaq. Yəni pi r kvadrat vurulsun h. R 1'dir. 1'in kvadratı ilə 1 olur. H da 1'dir. Vuranda 1 eləyir. Pi'yə vuranda oldu pi. İndi deyir ki, hündürlüyü oturacağın diametri 3 dəfə artıraq. Hündürlüyü 1 seçmişdim. 3 dəfə artırdım. Oldu 3. Diametri 2 seçmişdim. 3 dəfə artıranda 6 olur. Radius da diametrin yarısıydı da. Onda 3 olur. İndi bunun həcmini hesablayaq. Pi r kvadrat vur h. R 3'lü kvadratı 9 olacaq. H da 3'dür. Pini də arxaya yazıram. Deməli oldu 27 pi. Baxın bu pidir, bu da 27 pidir. Yəni pi 27 dəfə artdı. Bu 1 pi deyilir də. 1 27'yə gəlib çıxıbsa, deməli 27 dəfə artıb da. Cavab oldu B bəndi 8-ci sualda. 9-cu sual. Silindrin həm hündürlüyü, həm də oturacağının diametri 75% azalarsa silindrin həcmi necə dəyişər? Yenə buradan seçmədən istifadə edə bilərsiniz. Deməli hündürlüyü 75% azalırsa, bax h-ı 100% götürəndə 75% azalırsa, deməli 25% olmalıdır da. Onda bu h nə olur? 4'də 1-də. Yəni h-ı 75%'ini tapaq, bölək 100'ə. Nə olur? 4'də 3 h. Yəni h-dan 4'də 3 h-ı çıxanda nə olur? H 1h deməkdə 4'də 3 h-ı çıxanda olur 4'də 1 h. Deməli silindrin hündürlüyün h qəbul elədim. Onu 75% azaldanda oldu 4'də 1 h. İndi deyir oturacağının diametri. Elə diametri də həmin şey qeyd eləyək. 75% azalırsa bu diametrdir. 75% azalanda olacaq 4'də 1 diametr. Başqa cür də yazmaq olar bunu. Yəni qiymət seçib yaza da bilərsiniz. Məsələn, lap belə seçə bilərdim. H-ı 1 seçirəm. 75% azaldanda olur 4'də 1. Elə seçmədən istifadə edək. Diametr, deməli h-ı 1 seçdim. 75% azalanda oldu 4'də 1. Deməli bu h oldu 4'də 1. Sonra diametri də elə 1 seçirəm. Bunda bu da olacaq 4'də 1. Diametri də bərabərdir 4'də 1. Diametri 1 seçmişəmsə, onda bunun radiusu bunun yarısı olur da 2'də 1 olur. Burada da diametri 4'də 1 isə radiusu nə olur? 8'də 1 olur. Yəni yarısı. Silindrin həcmi necə dəyişər? Birinci bunu yazaq. H-ı 1 seçmişdim. Bax bura. H-ı 1 seçmişdim. Diametri bu hissəni yazacaq. H1 idi. Diametri də elə 1 idi. Radius 2'də 1. Həcmi yazaq. Həcmi nə idi? Pi r kvadrat h idi. Bərabərdir. Pini arxaya yazaram r. R 2'də 1'dir. Kvadratı 4'də 1 olacaq. H da 1'dir. 4'də 1'i 1'ə vuranda elə 4'də 1 olur. Bu da pi. Deməli bunun həcmi oldu 4'də 1. İndi növbəti həcmi yazaq. Tutaq ki bu V1 olsun, bu da V2 olsun. Yenə də pini arxaya yazarıq buradan R. R burada ücret dəyişdi. 8'də 1'dir. Deməli 8'də 1'in kvadratı 64'də 1 olacaq. Vurulsun H. H da 4'də 1 idi. Vurdum 4'də 1'ə. Pini də arxaya yazdım. Bu da oldu 256'da 1 pi. Deməli bunun həcmi 4'də 1 pidir. Bunun həcmi 4'də 1 pi o deməkdir ki pi böl 4. Bu da pi böl nə deməkdir? 256 deməkdir. Deməli azalma baş verdi. Neçə dəfə azalma baş verdi? Bunu bölürük. Pi böl 4'ü bölürük. Pi böl 256'ya. Buradan da pi böl 4 vurulsun. Yerlərin dəyişək tərsinə. 256 bu da pi. Pilər ixtisar getdi. 256 da 4'ə bölünür 64.
Deməli pi bölü 4-dən pi bölü 256 gəlibsə bu azalıb. 64 dəfə azalıb. Cavab oldu 9-cu sualda B bəndi. Silindrin oturacağının radiusu 3, R bərabərdir 3, hündürlüyü 8-dir. Ox kəsiyinin diaqonalını tapın. Şəkil çəkək buradan. Deməli, ox kəsiyinin diaqonalı budur. Bu 90-dır. Hündürlüyü 8-dir. Onsuz da buradan çəkilmiş hündürlüyü ilə doğrulana bərabərdir. Radius 3-dür. Bu da 3. Onda neçə oldu bu? Katet oldu 6. Deməli, bu katet 6-dır. Bu katet 8 isə Pifagora görə diaqonal da 10 olacaq. Ox kəsiyinin diaqonalını tapın. Cavab oldu B bəndi. Silindrin oturacağının radiusu 6-dır. Yəni, bura 6-dır. Bu da 6-dır. Hündürlüyü də 16-dır. Burada 16-dır. Deməli, bu neçə oldu? 12 oldu. Bu da 16 oldu. Pifagor teoreminə görə 12-nin kvadratı 144 olur. 16-nın kvadratı bura 12 idi. Burada 16-dır. 12. 144 bu da 256. Toplam 400. Bundan da kök 20 olur. Deməli, cavab oldu A bəndi. Silindrin ox kəsiyinin sahəsi pi bölü 6 olarsa, silindrin yan səthinin sahəsi S yan bərabərdir. Düsturu bayaq da qeyd etmişdim. Pi vurulsun S ox kəsiyi. Silindrin ox kəsiyinin sahəsi pi bölü 6-dır. Onda pi vurulsun ox kəsiyinin yerinə pi bölü 6 yazıram. Yox, 6 bölü pidir. 6 bölü pidir. Bu pilər iqtisar gedir, cavab qalır 6. Y bəndi. Sonra silindrin yan səthinin sahəsi 9. S yan 9-dur. Onun ox kəsiyinin sahəsini tapın. Yenə həmin şeydir də. S yan bərabərdir. Pi vurulsun S oturacaq. Yox, S ox kəsiyi. Ox kəsiyi. S yanı verib 9. Bu da pi. Bu da S ox kəsiyi. Deməli, ox kəsiyi soruşur. S ox kəsiyi bərabərdir. 9-u piyə böləcək. Olacaq 9 bölünsün pi. B bəndi 13-də. 14. Silindrin yan səthinin sahəsi oturacağının sahəsindən 5 dəfə böyükdür. Silindrin yan səthinin sahəsi S yan bərabərdir. Oturacağının sahəsindən. Bu da S oturacaqdır. 5 dəfə böyükdür. Bu 5-ə vurulmalı. Çünki bu kiçikdir, bu böyükdür. Bu şəkildə yazırıq. S yanın yerinə yazırıq 2 pi RH. 5 vurulsun. S oturacaq da pi R kvadratı idi. Pilər ixtisar getdi buradan. R'in biri ixtisar getdi. Deməli, nə qaldı buradan? 2H bərabərdir 5R'ə. Deyir, onun oturacağının radiusu hündürlüyə nisbətini tapın. Oturacağının radiusunun hündürlüyə nisbəti bərabərdir. Deməli, bu 5-dir, bu da 2-dir. Çünki baxın, bu çarpaz vurulanda 5R bərabərdir 2H ödəyir. Oturacağının radiusunun hündürlüyə nisbətini soruşur. Cavab 5-də 2 və ya 2 böl 5. C bəndi 14-də. Bir dəqiqə. On beşinci sual. Silindrin yan səthinin sahəsi yenə də həmin şeydir. S yan oturacağın sahəsindən 7 dəfə böyüdür. 7 vur, S oturacaq. Yenə 2 pi R H bərabərdir. 7 vurulsun pi R kvadrat. R ixtisar getdi, pilər ixtisar getdi. 2 H bərabərdir 7 R-ə. Görə nə soruşur? Oturacağının radiusu hündürlüyü. R bölünsün H. Bu 7-dir, bu da 2-dir. Çünki çarpaz vuranda bunu verir. Bu da oldu 2 böl 7. 15'də D bəndi. Silindrin oturacağının sahəsi S-dir. Deməli, S oturacaq bərabərdir S-ə. Ox kəsiyinin sahəsi Q-dür. S ox kəsiyi bərabərdir Q-yə. Silindrin tam səthinin sahəsini tapın. Silindrin tam səthi belə idi. S tam bərabər idi. 2S oturacaq. Üstə gəl S yan. Belə yazaq. 2S oturacaq. S oturacağı S verib 2-ni S-ə vuracam. Oldu 2S plus S yan. S yanın düsturunda bayaq mən qeyd elədim. Pi vurulsun S ox kəsiyi.
İndi buradan pi vurulsun S ox kəsiyi Q verib. Bunu da silirəm, yerinə Q yazıram. Deməli oldu pi Q vurulsun Q. 2S plus pi Q. Cavab oldu A bəndi. Oturacağının sahəsi S oturacaq bərabərdir S. Tam səthin sahəsini verib. S tam bərabərdir Q. Silindrin ox kəsiyinin sahəsini soruşur. S ox kəsiyi bərabərdir sual işarəsi. Yenə həmin düsturu yazıram. Tam səthi S tam bərabərdir 2S oturacaq. Üstə gəl. Baxın, S-yan bərabərdir 2pi RH idi. Ox kəsiyi də 2RH idi. Ona görə bu 2RH-ın yerinə pi qalır yerində. Bu 2RH-ın yerinə ox kəsiyi yazırlar. Olur pi vurulsun S ox. Deməli, S-yan bərabərdir pi vurulsun S ox kəsiyi. Ona görə də S-yanın yerinə yazıram pi vurulsun S ox kəsiyi. S tam verilib Q. S oturacaq da S-də 2-yə vurdum 2S plus pi vur S ox. Ox kəsiyinin sahəsini soruşur. Belə yazırıq. Pi vur S ox bərabərdir. Yerlərini dəyişdim də. Q çıxılsın 2S. Buradan da S ox kəsiyi bərabərdir. Q çıxılsın 2S bölünsün pi. Deməli, Q çıxılsın 2S bölünsün pi. 17-də D bəndi. Silindrin oturacağının radiusunu dəyişmədən hündürlüyü neçə dəfə artırmaq lazımdır ki, onun həcmi 8 dəfə artsın. Oturacağın radiusunu dəyişmədən, elə radiusu 1 verirəm, növbəti dəfə dəyişmirəm, yenə 1 olacaq. Seçmə üsulundan istifadə edə bilirəm. Yəni, istifadə edə bilərsiniz. Rahat qiymət 1 verdim. Hündürlüyü neçə dəfə artırmaq lazımdır ki, hündürlüyü tutaq ki, bilmirəm. H götürürəm. Burada neçə dəfə artırmaq lazımdır, bilmirəm də. Yəni, x dəfə artıracam, tutaq ki. Olacaq H vur x. Deyir ki, onun həcmi 8 dəfə artsın. Deməli, düsturu yazaq, V bərabərdir. Həcmin düsturu V bərabərdir. Pi r kvadrat H. Həcmi 8 dəfə artıracam. 8 vurulsun V bərabərdir. Bu pi r 1 seçmişdim. 1-in kvadratı 1 olur. Elə H da qalsın. Elə oldu pi H. Yazıram 8 V. V'nin yerinə bunu yazanda pi r kvadrat H-ı. Buradan da H x-dir. Buradan x-lar gedəcək də. V'nin yerinə yazıram pi r kvadrat H. O da pi H x. X H belə yaza bilərik. Buradan pilər x-lar gedəcək. Radiusu da 1 seçmişdim. Bura 1 oldu. Deməli 8H bərabərdir H x. Buradan da H-lar getdi. X oldu 8. Deməli 8 dəfə artırmalıyıq. Silindrin oturacağın radiusunu dəyişmədən hündürlüyü neçə dəfə artırmaq lazımdır ki, onun həcmi 8 dəfə artsın. 18-də cavab oldu C bəndi. Başqa cür də yazmaq olar. Yəni bu tip məsələləri müxtəlif cür yazmaq olur. Yan səthinin sahəsi S-ə bərabərdir. S-yan bərabərdir S-ə. Silindrin ox kəsiyinin sahəsini tapın. S ox sual işarəsi. S-yan bərabərdir pi vurulsun S ox. Bu düsturu yadda saxlayın. S-yan S-dir, pi vurulsun S ox. Elə S oxu tapmaq lazımdır. S ox kəsiyi bərabərdir. S bölünsün pi. S bölünsün pi. Cavab 19-da C bəndi. Yan səthin sahəsi S-yan 2S verib. Yenə də ox kəsiyinin sahəsini soruşur. Elə belə yazıram da. Ümumiyyətlə, bax, bu düsturu belə yadda saxlaya bilərsiniz də, əzbər kimi. S-yan bərabərdir pi vurulsun S ox deyil. Buradan S ox kəsiyini tapmaq üçün S ox bərabərdir S-yan bölünsün pi. O da bərabərdir. S-yanı verib 2S bölünsün pi. Deməli, S ox kəsiyi nəyə bərabər oldu? 2S bölünsün pi. 2S bölünsün pi A bəndi 20-də. Silindrin oturacağının radiusunu 3 dəfə azaltdıqda, hündürlüyü isə 3 dəfə artırdıqda həcm necə dəyişər? Yenə seçmədən istifadə edən.
Radiusu 3 dəfə azaldıbsa, baxın radiusu 3 seçirəm. 3 dəfə azaldanda radius olacaq 1. Sonra hündürlüyü 3 dəfə artıracağım. Hündürlüyü 1 seçirəm. 3 dəfə artıranda olur 3. Ən yaxşısı seçmə üsuludur. Həcmi necə dəyişər? Birinci bunun həcmini tapaq. Pi r kvadrat h deyildi. Pi-ni arxaya yazacağım. R 3'dür, kvadratı 9. Onsuz da 1'ə vuranda elə 9 olacaq. Bu 9 pi. İndi bunun üçün həcmin üstünü yazaq. Tutaq ki bu V1'dir, bu da V2. Pi r kvadrat. R 1'dir, kvadratı 1 olacaq. 3'ə də vuracağım, 3 pi olacaq. Deməli 9 pi'dən 3 pi'yə azaldı. Neçə dəfə azaldı? 9 pi'ni bölürsən 3 pi'yə olur 3 dəfə. Deməli 3 dəfə azalar. 21'də D. 22. Silindrin ox kəsiyi diaqonalı 8 kökdə 2'yə bərabər olan kvadratdır. Burada silindrin ox kəsiyi kvadrat olanda bu bərabər tərəfli silindirdir. H 2'yə bərabər olur. Baxın, bu bərabər tərəfli silindirdir. Onun ox kəsiyi kvadrat olur. Bax, bu fiqur A, B, C, D kvadrat. Bura H deyirlər. Bu da 2R'dir də. Yəni, bunlar R'lərdir. H 2R olanda, deməli, bu silindrin ox kəsiyi kvadrat olur. Buna deyirlər bərabər tərəfli silindir. Silindrin ox kəsiyinin diaqonalı 8 kökdə 2'dir. Demək istəyir ki, kvadratın diaqonalı 8 kökdə 2'dir. Bax, 8 kökdə 2. Silindrin oturacağın radiusunu tapın. Biz də demişdik ki, düzbucaqlı, üçbucaqlı. Çünki bu kvadratda diaqonal tam bölən idi axı. 45 ayırırdı 45'ə də onu yazmadım. Burada 45, burada 45 olurdu. Burada 90'dır. Yəni budur. Düzbucaqlı, üçbucaq. Katetlər bərabərdir. Çünki bu 45'dir. Burada 45'dir. Bu diaqonal hipotenuzdur burada. 8 kökdə 2'dir. Onda katetlər 8, 8. Çünki biz demişdik bərabər yanlı düzbucaqlı sualda katetlər 8, 8 olanda hipotenuz onun kök 2 misli olurdu. Yəni katetlər A, A olanda qayda olaraq hipotenuz olurdu onun kök 2 misli, yəni kökdə 2A. İndi bura 8'dir, burada 8'dir. Radius 4 olmalıdır ki 4 ilə 4'ü toplayanda 8 olsun. Radiusu tapın, cavabı oldu D bəndi 22'də. Burada da diaqonal 16 kök 2'dir. Oturacağın radiusu. Belə mən kvadratı çəkirəm. Silindrin ox kəsiyi kvadratdır. Bunu çəksiniz, bəs elər. 16 kök 2'dir. Bura silindrin hündürlüyü idi. Burada oturacağın radiusu idi. Bura R idi, bura R. Burada H idi. Bu da diaqonaldır. Kvadratda dedik ki 45 45'e ayırır. 45 45'e. Silindrin ox kəsiyinin diaqonalı 16 kökdə 2 cm bərabər olan kvadratdır. Deməli, bu oldu 90. 16, bura 16 olacaq. Elə burada 16 olacaq. Radius onda olacaq 8. Cavab oldu A bəndi. Elə oxşar sual idi. 23'də. A. 24. Silindrin hündürlüyü 8. Ox kəsiyinin sahəsi 40 cm kvadratdır. Silindrin oturacağının sahəsini tapın. Bax, bu silindirdir. Belə. Silindrin hündürlüyü 8'dir. Yəni, bura H8'dir. Ox kəsiyinin sahəsi 40'dır. Ox kəsiyi sahəsi demişdik ki, düzbucaqlıdır. Baxın, bu düzbucaqlıdır. Bunda bu, bura R idi də. Burada H idi. Bu da R idi. Bu fiqurun sahəsini tapanda nə edirdik? H-ı 2'yə vururduq. Olurdu S ox kəsiyi bərabərdir 2RH. İndi buradan ox kəsiyin sahəsini 40 verib. Deməli, buraya yazıram 40, 2R. R axtaracam, tapıram. H-ı da 8 verib. Silindrin oturacağının sahəsini tapın. Oturacaq bərabərdir pi R kvadrat. Deməli, mən radiusu tapmalıyam buradan. 40'ı 8'e böldüm. Oldu 5 bərabərdir 2R'ə. Radius da oldu 2,5. Onda buradan yazaq pi. Buradan yazaq pi. Radius 2,5 ise onun kvadratı nə olacaq? 6,25 pi. 6,25 pi. C bəndi 24'də.
Ox kəsiyi kvadrat olan silindrin tam səthinin sahəsi oturacağının sahəsindən neçə dəfə böyükdür? S tam, bu da S oturacaq. Neçə dəfə böyüdürsə belə yazırıq. S tam 2S oturacaq, üstə gəl S yan idi. Bu da elə S oturacaq. S oturacaq pi R kvadrat idi. S yan da pi R kvadrat, üstə gəl S oturacaq pi R kvadrat da 2 ilə vurulurdu. S yan da 2 pi R H idi. Ox kəsiyi kvadrat olanda bunu yadda saxlayın. Hündürlük radiusun 2 misli olur. Yəni H-ın yerinə 2 R yazacaq. Bərabərdir. Bu 2 pi R kvadratı ilə işimiz yoxdur, qalır yerində. 2 pi R H-ın yerinə 2 R yazıram. Burada da bu pi R kvadratla işimiz yoxdur, olduğu kimi qalır. Bu da pi R kvadrat. Nəysə, proqram yaxşı işləmir. Bu 2-yə vurulanda 4 olur. R-i də yerə vurdum kvadrat. Oldu 4 pi R kvadrat. Deməli, bura oldu 4 pi R kvadrat. 4 pi R kvadrat. Bunlar da toplayanda nə qədər olur? 6 pi R kvadrat olur da. Buradan da pi R kvadratlar iksar getdi. Cavab oldu 6. C bəndi. 25'də. Tərəfi 4-ə bərabər olan kvadrat tərəflərindən biri ətrafında fırlanır. Fırlanmadan alınan cismin yan səthin sahəsini hesablayın. Biz demişdik ki, kvadrat tərəfi ətrafında fırlananda silindir yaranır. Baxın, bu kvadratdır. Tərəfi 4'dür. Bütün tərəflər 4'dür. Tərəfi ətrafında fırlanır. Baxın, bu fırlanma oxu olsun. Fırlanma oxu bu fiquru yarıya bölür də. Bax, bir dənə də kvadrat burada çəkirsiniz. Usta, bu da 4'dür, bu da 4'dür, bu da 4'dür. Fırlananda bu oturacaq çevrə cızır. Həmişə simmetrik ox, bu silindrin simmetrik oxudur. Oturacağa perpendikulyar çevrə cızır. Eynilə yuxarıdan da çevrə cızır, olur silindir. Deməli, kvadrat tərəfi ətrafında fırlanırsa silindir yaranır. Elə düzbucaqlı da hansısa bir tərəf ətrafında fırlananda ya kiçik tərəf, ya böyük tərəf. Orada da silindir yaranır. Deməli, burada silindirin radiusu neçə oldu? 4. Hündürlüyü neçə oldu? 4. Yəni, kvadrat tərəfi ətrafında fırlananda radiusla hündürlük bərabər olur. İndi kvadratın tərəfini 4 versə, buradakı kimi 4 olacaq. Başqa ədəd versə, hündürlüklə radius yenə bərabər olacaq. Yan səthin soruşur. S yan bərabərdir 2 pi R H. R də 4'dür, H da 4'dür. Bunları da vuranda neçə olur? 16, bu da 32 pi. Cavab oldu Y bəndi, 26'da. Silindrin hündürlüyü H-a bərabərdir. Belə bir silindir çəkək. Bunun hündürlüyü H-a bərabərdir. Bura H olsun. Və ox kəsiyinin diaqonalı oturacaq müstəvisə fi bucağı əmələ gətirir. Biraz yaxşı çəkək. Burada PDF olmalıydı. Bu fikri üstə izah eləyə bilərik. Silindrin hündürlüyü H-a bərabərdir. Bu H-dır, bu H yazaq. Oturacaq müstəvisi ilə buradan ox kəsiyin diaqonalını çəkək buradan. Bu ox kəsiyin diaqonalıdır. Burada alfadır. Baxın,
bu ox kəsiyin diaqonalıdır. Bu da oturacaqdır. 90'dır. Burada alfadır. Fi bucağı əmələ gətir. Silindrin yan səthinin sahəsini tapın. Silindrin yan səthinin sahə düsturu belə idi. S yan bərabərdir 2 pi r h. Burada r'dir, burada r'dir. Bunu biraz da böyüdə bilərik. Deməli, kotanginsdən istifadə edəcək. Kotangins fi bucağı verib də buranı. Bu fi bucağıdır. Deməli, kotangins fi bərabərdir bitişik katetin, yəni 2r'in h-a nisbəti, yəni hündürlüyə nisbəti. H verib. Belə də kotangins fi bərabərdir bitişik katetin hündürlüyə nisbəti. Yan səthidə 2 pi r h-dır. Biz burada 2r'in yerinə, bunu çarpaz vuranda 2r bərabərdir h vur kotangins fi. İndi buradan baxın, bu 2r'in yerinə mən h vur kotangisi yazacağam. Pini arxaya yazacağam, h-ı da arxaya yazacağam. Deməli, bu 2r'in yerinə yazıram h kotangins fi. Bir dənə də pi vardı, bir dənə də h var idi. Vurulsun h, vurulsun pi. Bu h-ı h-a vuranda nə olur? H-ın kvadratı olur da. Olur h-ın kvadratı kotangins fi, bu da arxada pi. Ya da belə yaza bilərik. Pi h-ın kvadratı kotangins fi. Deməli, pi h-ın kvadratı kotangins fi. 27'də B bəndi oldu cavab. %28 də ona oxşar sualdır. Ya da burada yazaq da. Baxın, bu silindirdir. Bu diagonal. Hündürlüyü 2h verib. 2h verib. Ox kəsiyin diagonalı oturacam istərsə fi bucağı. Burada fi bucağıdır. Dediyimiz kimi də bura 2r sayılır. Çünki bura 2 dənə radiusdur. Bu da 90. Yenə kotangins fidən istifadə edək. Bitişik katetin qarşı katetə nisbəti. Yəni 2r'in 2h-a nisbəti. Buradan 2'lər ixtisar getdi, r bölünsün, h qaldı. Buradan r'i tapanda bunu çarpaz vururlar. Deməli, r bərabərdir h vur kotangins fiyə. Yan səthin düsturunu soruşur. S yan bərabərdir 2 pi r h. O h silindrin hündürlüyüdür. Silindrin hündürlüyü h yox. 2h'dır. Bura 2h. Burada diqqətli olun. Silindrin hündürlüyün buradan 2h vermişdi. Baxın, burada 2h idi. Deməli, 2 pi r vur 2h olacaq. Bu 2'ni də 2'yə vurdum. 4 pi r h. Bu r'in yerinə bu h kotangisi qoyacağım. Bunda yazıram 4 pi. R'in yerinə yazıram h kotangis fi. Bir dənə də h buradadır. Bunda bu h'ı bu h'a vuranda kvadratı olacaq. Olacaq 4 pi h'ın kvadratı kotangins fi. 4 pi h'ın kvadratı kotangins fi. A bəndi. 28'də. 29. Oxşar fiqurlardır. Oxşarlıqda bunun sahəsinə nisbəti. Elə birbaşa yazıram. 54'ün bunun sahəsini soruşur da bizdən. S-ə nisbəti S1 yandır. S1 olsun lap. Bunun radiusunun kvadratının bunun radiusunun kvadratına nisbəti olacaq. 3'ün 2'yə nisbəti. Oxşarlıqda sahələr olanda k kvadrat olurdu. 54 bu da S1 bərabərdir. Bu 4'dür, bu da 9'dur. Çarpaz vuraq. 9 S1 bərabərdir 4 vur 54. 54'ü 9'a böldüm 6. S1 də 4 6'ın 24. Deməli cavab oldu. Burada pi iləndir. 54 pi. Bu da 54 pi. Bu da pi olacaq. Pi yaddan çıxdı. Qeyd elədim. Deməli cavab oldu 24 pi. 29'da. 30 da ondandır. Bunda 45 pinin
S1 bərabərdir. Bunun radiusu 3'dür, bunun radiusu 2'dir. Kvadratı bu 9 idi, bu da 4 idi. Yenə çarpaz vuraq. 9S1 bərabərdir 45 pi vurulsun 4. Bu 45'i 9'a böldüm 5 dəfə. S1 bərabər 5'i 4'ə vurdum, 20 pini də arxa yazdım. 20 pi. Y bəndi 30'da. Bir dəqiqə bunu zaryadqa qoyaq. 31-ci sual. Silindrin oturacağının sahəsinin S oturacaq ox kəsiyin sahəsinə nisbəti S ox kəsi pi böl 4. Bu şəkildə yazın. Kəsir olanda rahat olur. Pi böl 4'dür da bu. Pi böl 4. Oturacaqsan düsturu yazırıq. Pi r kvadrat. S ox kəsiyin də düsturu 2RH idi. Pi bölünsün 4. Pilər ixtisar getdi. R'in də bir ixtisar getdi. Sürətdə R qaldı. Məxrəcdə 2H. Burada da 1 qaldı. Bu da 4. Buradan çarpaz vuraq. Deməli 2H bərabərdir 4R. Bu 4'ü də 2'yə böləndə H bərabərdir 2R. H 2R bərabərsə bu kvadratdır. Yəni silindrin ox kəsi kvadratdır. Demişdik ki, silindrin ox kəsi kvadrat olanda hündürlük radiusun 2 misli olurdu. Bu figur kvadratdır. A, B, C, D bu kvadratdır. Bu silindrin ox kəsinin diaqonalları arasındakı bucağı tapın. Biz də demişdik ki, kvadratın diaqonalları perpendikulyar kəsişir. Yəni 90 dərəcədə bucaq altında kəsişir. Elə bizdən də onu soruşurdu. Silindrin ox kəsinin diaqonalı 8. Deməli, ox kəsinin diaqonalı buradan çəkək. Bu 8'dir. Olub və oturacaq müstəvisi ilə 15 dərəcə bucaq əmələ gətirir. Bu da 15 dərəcədir. Silindrin yan səthinin sahəsini tapın. S yan bərabərdir. Pi vurulsun S ox kəsi. Bu düsturdan istifadə olunacaq. Ox kəsi də düzbucaqlıdır. Bax, bu A, B, C, D düzbucaqlıdır. Düzbucağın bu diaqonalını da buradan çəksəm, onsuz da diaqonallar bərabərdir də. Yəni D1 bərabərdir D2'yə, o da bərabərdir 8'ə. Mən burada ox kəsinin sahəsini tapacağım. S ox kəsi bərabərdir S, A, B, C, D düzbucaqlısıdır. Bunda diaqonalları veriləndə belə bir düstur vardı. 2'də 1, D1 vurulsun D2 vurulsun sinus alfa. Bu hissədə bu hissəyə bərabərdir. Bunlar hamısı diaqonallar kəsişirdi, kəsmə nöqtəsində yarıya bölürdü. Onda burada bərabər yanlı üçbucaq yaradı. Bu 15 dərəcədirsə, bu da 15 dərəcədir. 15 ilə 15 toplayanda 30 dərəcə, bura qalırdı 150 dərəcə. Bax, bu 150'dir. 150'dirsə, onda bura düşür 30 dərəcə. Deməli, olacaq 2'də 1 vurulsun. D1 vur D2, ikisi də 8 idi diaqonal. Diaqonallar vurulsun sinus 30 dərəcə olacaq. Bu alfa 30 dərəcə olacaq. Onun da qiyməti 2'də 1. Bu bundan ekstra gedir 4. Bu da bundan ekstra gedir 4. Oldu 16. Yan səthin sahəsini soruşurdu. Ox kəsini tapdım 16. 16'ını da pi'yə vuranda olur 16 pi. Cavab oldu D bəndi 32'də. 33. Silindrin ox kəsinin diaqonalı. Yine həmin sualdandır. Ox kəsiyinin diaqonalı 10'dur. Bax, bu 10'dursa, bu da 10'dur. Oturacaq müstəvisə 75 dərəcə. Bura 75 dərəcədir. Bunda bura demişdik ki, kəsişir diaqonallar. Kəsmə nöqtəsində yarıya bölünür. Bu hissə bu hissəyə bərabərdir. Bu da 75 dərəcədir.
Bu üç bucaqda oturacağı bucaqları 75 olanda 150, bura qalır neçə? 30 dərəcə. Onda bura düşür 150 dərəcə. Yan səthin soruşur. S yan bərabərdir pi vurulsun S ox kəsik. Bu da pi vurulsun S ox kəsiyi də dediyimiz kimi A, B, C, D düz bucaqlısıdır. Deməli bu düz bucaqlının, baxın bu düz bucaqlının sahasını tapmalıyıq. O da 2'də 1 D1 vurulsun D2 sinus alfa. Alfa da diagonallar arasındakı bucaqdır. Neçə dərəcədir? 150 dərəcə. Pi vurulsun 2'də 1. Diagonal 10'dur da, bu da ikisi də 10 olacaq. Vurulsun. Sinüs 150 dərəcənin qiymətin 90 plus 60 yazaq. 90'da çevrilirdi kosinusa, olurdu kosinus 60 dərəcə. Onsuz da sinüs 150 dərəcə ikinci rubdur müsbətdir. Kosinus 60'ın da qiyməti neçə idi? 2'də 1. Deməli buradan vurduq 2'də 1'ə. Bu buna bölündü 5. Bu da buna bölündü 5. 5'i 5'ə vurdum 25. Pini də arxaya yazdım. Cavab oldu 25 pi santimetr kvadrat. 33'də deməlidir. Ox kəsiyi kvadrat olan silindrin oturacağının sahəsi 4 pidir. S oturacaq bərabərdir 4 pi. Oturacağın sahəsi də pi r kvadrat idi. Bərabərdir 4 piyə. Buradan pilər iksar getdi. R kvadrat bərabərdir 4'ə. Radiusu tapdım 2. Biz demişik ki, ox kəsiyi kvadrat olanda h 2 bərabəridir. Bunda h bərabərdir. Radius 2'dirsə, 2'də 2'yə vurdum 4. Hündürlüyü tapdım 4. Silindrin ox kəsiyinin sahəsini hesablayın. Ox kəsiyinin sahə düsturu da belə idi. 2RH 2 vurulsun R. R 2'dir, H da 4'dür. Bu da elədi 16. 34-cü sualın cavabı oldu 16. 35 də ondan da. Silindrin ox kəsiyinin sahəsi 12'dir. S ox kəsiyi bərabərdir 12 olan kvadratdır. Kvadrat deyən kimi h 2 bərabərdir. Bunu yadda saxlayın. Bu silindrin tam səthinin sahəsini hesablayın. Əvvəlcə buradan istifadə edək. S ox belə idi də 2 RH idi. Bərabərdir 12'yə. Buradan h'ın yerinə 2r yazanda 2r vurulsun 2r bərabərdir 12'yə. Olur 4r kvadrat bərabərdir 12'yə. R kvadrat da bərabərdir 12'ni 4'ə böləndə 3. R'dən də kök alanda kökdə 3. Radius kökdə 3'dürsə, onda 2'ni də kökdə 3'ə vuranda hündürlük 2 kökdə 3 olur. Silindrin tam səthini hesablayın. S tam bərabərdir 2S oturacaq. Üstə gəlinsin S yan bərabərdir 2S oturacaq. Pi r kvadrat idi. Üstə gəl S yan 2 pi r h idi. Bu r kökdə 3'dür. Kökdə 3'ün kvadratı 3 olacaq. Pi'yə də vuranda 3 pi olacaq. Plus. Pi'ni də verib də buradan 3 verib. Pi 3'dür. 3 vur r kvadrat. Kök 3'dür. Kvadrat elə 3 olacaq. Üstə gəl 2 vur. Yenə 3. R kök 3 idi. H da 2 kök 3 idi. Bu 9'dur plus. Bu kök 3'ü bu kök 3'ə vuranda 3 olur. Deməli 2 vur 3. 6. 6'nı bir də 2'yə vurdum. 12 bir də 3'ə vurdum. 36. Bunu da toplayanda neçə olur? 36'dan 9, 45. 35-ci sual. Bir dəqiqə. Bu da haradasa mexanik səhv getdi. Burada 2S oturacaqsa bu 2 olmalıdır. Deməli 2 vur pi'nin qiyməti. Pi də elə 3 idi. Vurulsun r də kökdə 3'də da kvadratı 3 olur. 2 3'ün deməli bu oldu 6 vur 3 18. 18 ilə də 36'ını toplayanda olur 54. Cavab 54 oldu.
35-ci sual. 54, 36. Silindrin ox kəsiyinin diaqonalı kökdə 61-dir. Oturacağın radiusu 2,5 olarsa silindrin ox kəsiyinin sahəsini tapın. Yenə belə silindir çəkək buradan. Ox kəsiyinin diaqonalı buradan olsun kökdə 61. Oturacağının radiusu 2,5. Baxın, bu radius 2,5-dirsə, onda bu da 2,5. Deməli, bu katet oldu 5. H-ı tapmalıyam. Pifagor teoreminə görə H-ın kvadratı plus 5-in kvadratı 25, kökdə 61-in kvadratı da 61. H kvadrat bərabərdir 36, H da bərabərdir 6. Silindrin ox kəsiyinin sahəsini tapın. S ox kəsiyi bərabər idi 2RH idi. 2R, R 2,5-dir, H da 6-dır. Bunu vuranda 5 elir, 5 ilə 6-ya vuranda 30. Deməli, 36-cı sualın cavabı oldu 30. 37. Ox kəsiyin diaqonalı kökdə 73-dür. Yəni, elə buradan da silindiri çəkmirəm, bax, bunu çəkirəm. Ox kəsiyin diaqonalı kökdə 73. Bu düzbucaqlıdır da. Oturacağın radiusu 1,5. Buradan bura 1,5 ise bu da 1,5. Deməli, bu oldu neçə? 3. H-ı tapaq. H-ın kvadratı üstə gəl. 3-ün kvadratı 9. Bunda diaqonalın da kvadratı 73-dür. H kvadrat bərabərdir 73-dən 9 çıxacaq 64. H da bərabərdir 8. Nə soruşur? Ox kəsiyin sahəsi. S ox kəsiyi bərabərdir 2RH. R 1,5-dir. Vur H 8. Bunu vuranda 3 elir. 3'ü də 8'e vuranda 24. 37'nin cevabı oldu 24. 38. Silindrin hündürlüğü onun oturacağın radiusundan 3 dəfə böyükdür. Deməli, hündürlük oturacağın radiusundan 3 dəfə böyükdür. Hündürlüğü 3 yerdir də. 3 dəfə böyükdür. Tam səthinin sahəsi 128'dir. S tam 128 pi'dir. Silindrin oturacağının radiusunu tapın. R bərabərdir sual işarəsi. Tam səthin düsturunu yazaq. S tam bərabərdir 2S oturacaq. Üstə gəl S yan. Tam səthin verib 128 pi bərabər 2S oturacaq. Oturacaq pi R kvadrat idi. S yan da 2 pi R H idi. 128 pi bərabərdir 2 pi R kvadrat plus 2 pi R. H-ın yerinə bu 3 yeri qoyacağım. Yəni 3 yerə vuracağım bunu. Buradan da 128 pi bərabərdir 2 pi R kvadrat plus bu 2, bu da 3. 6 pi R kvadrat. 6 pi R kvadrat. Bunlar da toplayanda neçə olur? 8 pi R kvadrat bərabərdir 128 pi'ye. Pi'lər ixtisar getdi. Buradan da R kvadrat bərabərdir 128'i bölək 8'e. 12 8'e bir dəfə 4, 48'də 8'e 6. Radius çıxdı 4. Bunda radius 4'dürsə, hündürlüğü də 3 vur 4 olacaq 12. Silindrin oturacağının radiusunu tapın. Elə radiusu soruşurdu bizdən. Radius oldu 4. Cavab oldu 4. 38'də. 10 tam sət. 39 da yeni sualdı, onu özü yaza bilərsiniz. Ox kəsiyi kvadrat olan silindrin həcmi V bərabərdir 54 pi'dir. Ox kəsiyi kvadrat olanda demişdik H 2 yerə bərabərdir. Ox kəsiyinin sahəsini tapın. S ox kəsiyi bərabərdir sual işarəsi. Həcmin üstünü yazaq. V bərabərdir S oturacaq vurulsun H. Həcmi 54 pi'dir. S oturacaq da pi R kvadrat vurulsun H. H da 2 yerdir. Buradan pi'ləri atdıq. Bu 2 R'i vuranda R'ə oldu. R kvadratın 2 R'ə vuranda oldu 2 R kub bərabərdir 54'ə. R kub bərabərdir 27'ye. Radius oldu R kubdur bu. 3.
Radius 3 oldu. Bunda 2 vur 3 neçə olacaq? 6. Hündürlüyü də 6 oldu. Ox kəsi bərabərdir 2RH idi. 2 vur R 3 idi. H da 6 idi. 6 vur 6 oldu 36. 40-cı sualın cavabı 36. Sonra 41. Yan səthin sahəsi 80 verib, S-yan 80 verib. Silindrin ox kəsi kvadratdır. Yenə H 2 bərabərdir. Silindrin tam səthinin sahəsini tap. Buradan yazaq yan səthin düsturun. S yan nə idi? 2πr H idi. Bərabərdir 80. H-ın yerinə 2R yazacaq buradan. Belə də yaza bilərik. S tam bərabərdir. 2S oturacaq, üstə gəl S yan. Bu da bərabərdir 2S oturacaq plus S yanı 80 verib. Deməli biz buradan S oturacağı tapacaq. Buradan yazaq da 2π R H R olduğu kimi yazırıq. H-ın yerinə 2R yazırıq. Bərabərdir 80. Bu vuranda 2, bu da 2. 4 pi R kvadrat. 4 pi R kvadrat. Bərabərdir 80'ə. Buradan da pi R kvadrat bərabərdir 80'i 4'ə böləndə neçə eləyir? 20. Bərabərdir. 2S oturacaq. S oturacaq pi R kvadrat idi. Pi R kvadrat. Üstə gəl 80. Pi R kvadratı 20 tapdım. Bunu 20 tapdım. 2'ni də 20'ye vuranda 40 olur. 40 plus 80. Bu da olur neçə? 120. 41'in cevabı 120 oldu. 42. Həcmi 54 pi. Yenə V bərabərdir 54 pi yazırıq. Həcmin üstünü yazaq. Pi R kvadrat H bərabərdir 54 pi. Görək nə veribdir? Ox kəsinin sahəsi 36'dır. S ox kəsi bərabərdir 36. Ox kəsi də belə idi. 2RH bərabərdir 36'ya. Bu 36'nı 2'ye böldüm. RH oldu 18. Buradan da bu piləri ixtisara aparıram. Bu R kvadratı yazıram. R vurulsun R. Vur H bərabərdir 54. Bu RH-ın qiymətini baxın. Buradan 18 tapdım. 18 R vuranda olur 18 R bərabərdir 54'ə. R bərabərdir 3. Radiusu 3 tapdım. Elə radiusu soruşurdu. Cavab oldu 3. 42'də. Eyni sualdan da 43'də. Özünüz yaza bilərsiniz. Silindrin oturacağının sahəsi ox kəsinin sahəsindən pi dəfə böyüdür. Yazırıq silindrin oturacağı bərabərdir ox kəsinin sahəsi. Pi dəfə böyüdsə biz bunu piyə vurmalıyıq. S oturacaq pi R kvadratı idi. Vur pi. Ox kəsi də 2RH idi. Pillər ixtisar getdi. R'in biri ixtisar getdi. R bərabərdir. Neçə oldu? 2H. Silindrin yan səthinin sahəsinin oturacağının sahəsinə nisbətini tapın. S yan bərabərdir. Elə belə yazaq da. S yan bölünsün yan səthinin oturacağının sahəsinə soruşur. S oturacaq. Bərabərdir. S yanın düsturunu yazaq 2πrH bölünsün S oturacağı da pi R kvadratı idi. Bu da bərabərdir. Buradan pi ixtisar gedir. R'in biri buradan ixtisar getdi. Aşağıda R qaldı. Yuxarıda da 2H qaldı. Bu 2H'ın yerinə nə yazacağım? Bu R'i yazacağım. Cavab oldu 1. 44'ün cevabı oldu 1. 45. Silindrin yan səthinin sahəsi onun oturacağının sahəsindən 2 pi dəfə böyüdür. Yenə S yan bərabərdir
2 pi vurulsun oturacağın sahası. S oturacaq. Düsturları yazırıq. 2 pi RH bərabərdir. 2 pi S oturacaq da pi r kvadratı idi. Silindrin yan səthinin sahası onun oturacağın sahasından 2 pi dəfə böyüdür. Bəli. Buradan pilər iksar getdi. 2'lər iksar getdi. R'in biri də iksar getdi. H bərabərdir. Pi r qaldı. Ox kəsinin sahasının S ox kəsin sahasının oturacağın sahasına nisbəti. S oturacağa nisbəti soruşur. S ox kəsi 2 RH idi. Oturacaq da pi r kvadratı idi. Bərabərdir. Bu r'in biri ixtisar getdi buradan. Aşağıda qaldı pi r. Yuxarıda da qaldı 2h. Baxın bu pi r h-a bərabərdir. Gətirin məxrəcə pi r-in yerinə h yazanda bu da sürətdə 2h. Sürət 2h-dır. Bu h-lar da ixtisar getdi. Cavab oldu 2. 45-in cavabı 2 oldu. 46. Silindrin yan səthinin sahası S yan 18 pidir. Bərabərdir. Silindrin ox kəsinin sahasını tapın. S ox kəsi bərabərdir sual işarəsi. S yan düsturun yazaq 2 pi r h bərabərdir 18 pi. Pilər ixtisar getdi. 18-də 2-yə böldüm 9. Deməli RH bərabərdir 9 oldu. S ox kəsi də bərabər idi 2 RH. RH-ı 9 tapmışam. Bura 9 yazanda 2-ni də 9-a vuranda olur 18. 46-nın cavabı 18 oldu. Silindrin ox kəsinin sahası S ox bərabərdir 16 böl pi. Bərabərdir. Silindrin yan səthinin sahasını tap. S yan bərabərdir 2 pi r h. Əvvəlcə bu ox kəsi üçün düsturu yazaq. Düstur belə idi. 2 r h bərabərdir 16 pi-yə. Bunu ilə çarpaz vuranda olur 2 pi r h bərabərdir 16-ya. Elə gətirib bu 2 pi r h-ın yerinə 16 yazıram. Deməli yan səthi oldu 16. Cavab 16. 47'də. 48. Silindrin yan səthinin sahası 64'dür. S yan bərabərdir 64 pi. Ox kəsinin diagonalı isə 16'dır. Əvvəlcə buradan istifadəli 2 pi r h bərabərdir 64 pi-yə. Piləri ixtisar apardım. 64'ü 2'yə böldüm. R h bərabərdir 32. Ox kəsinin diagonalı oturacaq müstəvisə əmələ gətirdi. Bucağın dərəcə ölçüsünün kiçik qiymətini tapın. Bir dənə buradan silindir çəkək. Buradan diagonal çəkək. Buranı soruşur bizdən. Silindir idi. Belə. Bu bucağı soruşur bizdən. Diagonal 16'dır. Bura 16'dır. Oturacaq buradan erdirsə burada erdi. Bura oldu 2 er. Burada hündürlüydür. RH da 32'dir. Buradan sinüs alfadan istifadə edə bilərik. Sinüs, bura alfa deyək. Sinüs alfa bərabərdir. Qarşı katetin hipotenuza nisbəti. Yəni h-ın 16'ya nisbəti. Buradan da h bərabərdir 16 sinüs alfa.
H-ın yerinə gətirib 16 sinüs alfanı yazsaq, 16 sinüs alfa vurulsun R bərabərdir 32. 32 buradan x'lar getdi. R sinüs alfa bərabərdir 2'yə. Dərəcə ölçüsünün kiçik qiymətini soruşur bizdən. Bu məsələni iki cür yazmaq olar. Birincidə sinüs kosinüsdən istifadə edilir. Sinüs alfanı yazdıq. H bölünsün 16, buradan H-ı tapdıq 16 sinüs alfa. Buradan 2 üsulunda yazacağım buradan. RH buradan 32 idi. İndi kosinüs alfanı yazaq. Kosinüs alfa bərabərdir. Bitişik kat-hipotenuza nisbəti 2R'in 16'ya nisbəti oldu. 2 ilə bu x'lar getdi 16. R böl 8. Buradan da çarpaz vuranda R bərabərdir 8 vur kosinüs alfa. Bu H ilə R'in qiymətini gətirib burada yazaq yerinə. R. Birinci H yazaq, fərqi yoxdur. 16 sinüs alfa vurulsun 8 kosinüs alfa bərabərdir 32'yə. Bu 8'i qarşıya 4 kimi yazıram, 4 vur 2 kimi. Deməli bu 16'dır. Bu 8'i yazıram 4 vur 2. Ardınca yazıram sinüs alfa kosinüs alfa bərabərdir 32. Bunu düsturə salacağım. Sinüs 2 alfanın düsturudur. 16'nı 4'ə vurdum. 64. Bu da oldu sinüs 2 alfa bərabərdir 32'yə. Buradan da sinüs 2 alfa bərabərdir 32'ni 64'ə böləndə 2'də 1. Buradan da 2 alfa bərabərdir. Sinüs 2'də 1'i harda alır? 30 dərəcədə. Bir də 150 dərəcədə alır. Yəni sinüs 2 alfa 2'də 1'i buradan bucaq alfa deyil, 2 alfadır. 2'də 1'i 30 dərəcədə alır, bir də 150 dərəcə. Bunda 30'u 2'yə böləndə bu 15 dərəcədir, bu kiçik bucaqdır. Burada da 150'ni 2'yə böləndə 75 dərəcə böyük bucaqdır. Məsələdə dərəcə ölçüsünün, bucağın dərəcə ölçüsünün kiçik bucağını soruşur. Cavab oldu 15 dərəcə. Bunu belə də yazmaq olar. Bu silindirin ox kəsiyinin diaqonalı 16 idi. Bura 16'dır. Ox kəsiyi düzbucaqlı idi. A, B, C, D. Esyan sətin vermişdi də 64 pi. Buraya yazıram 2 pi R H bərabərdir 64 pi'yə. Buradan pi'lər getdi, 2'lər də getdi 64'dən RH bərabərdir 32'yə. RH 32'yə bərabərdir. Bunun hər tərəfini 2'yə vururam. Bunu elirəm 2RH bərabərdir 64. Bu 2RH ox kəsiyin sahəsi idi. S ox kəsiyi 64. Ox kəsiyi də A, B, C, D düzbucaqlısıdır. Bu düzbucaqlının bu diaqonalı 16-dırsa, bu diaqonal da 16'dır. Diaqonallar demişdik bərabərdir. S ox kəsiyi bərabərdir. Burada bir alfa qoyuram. 2'də 1 düstur vardı. D1 vur D2. D1 16'dır. D2 də 16'dır. Vur sinüs alfa. Buranı iti bucaq qeyd eləmişəm alfa. Sinüs alfa. Ox kəsiyi də demişdik ki, bura H idi. Burada 2R idi də. Ox kəsiyin düsturu H vur 2R idi. Yəni 2RH idi. Buradan 2RH'ı ox kəsiyi mən tapdım 64. 64 bərabərdir. 16 2 nəqsar gedir 8. 8 vurulsun 16 sinüs alfa. 64'ü 16'ya bölürəm 4 dəfə. 4 bərabərdir 8 sinüs alfa. Buradan da sinüs alfa bərabərdir. 4'ü də 8'ə böləndə olur 2'də 1. Alfa da 30 dərəcə. Yəni bu diaqonallar arasındakı bucağı mən 30 dərəcə tapdım. Yəni buranı tapdım 30 dərəcə. Bu bucaq 30 dərəcədir. Bunda bunun qonşusu 150 dərəcədir. Biz də demişik ki, diaqonallar kəsir, kəsmə nöqtəsində yarıya bölür. Bura ilə bura bərabər olur. Bu bərabər yanlış bucaqdır. Bunun təpə bucağı 150 dərəcəsi. Oturacağı bir şey bucaqlar olmalıdır 15, 15. Cavab 15 dərəcə. Yəni 2 üsulundan ikisini də yazdım. 2 üsulun ikisini də yazdım.
49. Burada da böyük bucağı soruşur. Yazaq da silindrin yan səthinin sahəsi S yan bərabərdir 2πr h 64 pi verib. Yazırıq 2πr h bərabərdir 64 piyə. Buradan pilər getdi, 2 də getdi 64-ə. RH bərabərdir 32-yə. Birinci usuldan istifadə edəcəm, kosinusdan. Sinusdan, kosinusdan. Buradan bu alfadır. Burada 90. Burada 2r'dir. Burada hündürlüydür. Yazaq. Neçə verib? Ox kəsin diaqonalın 16 verib. Bura 16 verib. Deməli, sinus alfa bərabərdir. Qarşı katetin, yəni hündürlüyün hipotenuza nisbəti 16-ya nisbəti. Buradan h bərabərdir 16 sinus alfa. Bu h-ı tapdıq. İndi kosinus alfa üçün yazaq. Kosinus alfa bərabərdir. Kosinus alfa bərabərdir. Bitişik katet hipotenuza nisbəti. Yəni 2r'in 16-ya nisbəti. O da r böl 8 olur. Buradan da çarpaz vuranda r də bərabərdir 8 kosinus alfa. Gətirib burada yerinə qoyaq r ilə h-ın qiymətin. H 16 sinus alfa idi. R də 8 kosinus alfa idi. Bərabərdir 32. Yenə bu 8'i 2 vur 4 kimi yazıram. 4'ü qarşıya yazacağım. 16 vurulsun 4. Vur 2. Sinus alfa kosinus alfa. Bərabərdir 32. Və bu 2 sinus alfa kosinus alfa sinus 2 alfanın asılışıdır. 16'ını da 4'e vuranda 64 sinus 2 alfa. Nəsə proqram yaxşı çəkmir. 64 vurulsun sinus 2 alfa bərabərdir 32'ye. Buradan da sinus 2 alfa bərabərdir 32'ni 64'e böləndə 2'də 1 eləyir. 2 alfa da bərabərdir 2'də 1'i 30 dərəcədə alır. Bir də 2'də 1'i 150 dərəcədə alır sinus. Burada 150 dərəcə. Buradan da 150'ni 2'ye böləndə bunu böldüm alfa 15 elədi. Bu kiçik bucaqdır. Burada da 150'ni 2'ye böləndə 75. Böyüyün soruşur da bizdən 75 dərəcə cavab. Cavab 75 dərəcə oldu. 49-cu sual cavabı. 50-ci sual. Perimetri 24 olan düzbucağının eni və uzunluğu ətrafında fırlanmasına alınan cisimlərin həcmləri cəmi 384 pi olarsa düzbucağın sahəsini tapın. Düzbucağının tərəfləri yoxdursa biz x, y qoyacağıq. Bu x-dir, bu da y-dir. Perimetri nə idi? 2 dənə x plus 2 dənə y bərabərdir 24'ə. Hər tərəfə də 2'yə böldüm. Onda x plus y oldu 12. Onda bir dəfə x-in ətrafında fırlanacaq. Yəni eni kiçik tərəf deyək. Bir dəfə də uzun ətrafında fırlanacaq. Kiçik tərəf ətrafında fırladaq. Eyni ilə bu fiqur burada da gəlir, yaranır. Deməli bu silindir olur. Bu da silindir olur. Deməli bunun hündürlüyü h, yəni x oldu. Radiusu y oldu. Radiusu y. İndi yer dəyişimi olacaq da. Deməli burada y-i buraya yazacağam. X-i buraya yazacağam. Bunda bu y olan tərəf ətrafında fırlanacaq. Eyni ilə fiqur yenə burada yaranacaq. Şəkillər biraz səliqəsiz düşdü, amma əsas odur başa düşün də. H burada y-dir, radius da x-dir. İndi bunların həcmləri cəmin verib. Deməli bunun həcmini yazacağam. Silindrin həcmi belə idi. V1, bunun həcminə V1 yazaq. V1 bərabərdir pi r kvadrat, pi r. R buradan y saymışdım da, radiusu y qeyd eləmişdim. Y-in kvadratı h da x idi. V2, bunun həcmini yazaq. Pi, bu radiusu x idi, hündürlüyü. Bunda radiusun kvadratı x-in kvadratı olacaq, vur y. Bunların həcmləri cəmini toplayanda
Sualda deyir ki, alınan cisimlərin həcmləri cəmi 2 dənə cisim alınıb, yəni silindirlərdir. Bunların həcmləri cəmi bunları toplayacaq. Pi ortaq vuruqdur. X, Y ortaq vuruq çıxardıram, birbaşa yazdım. Olur Y plus X. Yəni bunları tərəf-tərəfə toplayanda bu oldu. Bunu da ortaq vuruq kimi çıxartdım mötərizə xaricində. Pi X, Y. Bərabər 384 Pi-yə. Pilər sağ soldan ixtisar getdi. X, Y. Buradan da Y plus X-in cəmi bayaq buradan tapmışdım 12. Deməli, bu 12-dir. Bunda 12 vurulsun X, Y bərabərdir 384-ə. Buradan da X, Y bərabərdir 38-i 12-yə böləndə 3 dəfə, 36, 2 qaldı, 24 də 12-yə 2 dəfə. X, Y tapdım 32. Bizdən nə soruşur? Düzbucağının sahəsini tapın. Düzbucağının tərəflərinə X, Y qeyd eləmişdim də. Birinə X demişdim, birinə Y. Bunun da sahəsi nə olur? Elə X vur Y olur da. Bunu da buradan tapdım 32. Deməli, cavab oldu 32. 32.